Allah təbarək və təala hədisdə gəlib ki, onların öz hədislərində qəbul edirlər. Sənədi də səhihdir, Təbərani nəql edir ki, Allah təbarək və təala bu aləmin yaradandan sonra arxası üstə yatdı və sağ ayağını sol ayağının üstə atdı. Və deyir ki, bu hədis səhihdir, heç bir problem yoxdur. Hətta Əbu Ya'la da nəql edir ki, hədisun isnaduhu kulluhum thiqat. Yəni bütün isnadı səhihdir. Əmmaməli bu molla hədis nəql edir və insanlara elə göstərmək istəyir ki, sanki əhlüsünnə bu hədisi səhih olaraq qəbul edir və hədisdəki bu məsələni də isbat edirlər. Və hətta Əbu Ya'la'nın sözünü gətirir ki, Əbu Ya'la deyir ki, yəni bu hədis raviləri siqadır, hamısı mötəbərdir. Gəlin ilk öncə bu hədisin isnadına baxaq. Çünki hədisə hökm vermək üçün səhihdir, zəifdir, uydurmadır, nədir? İlk öncə hədisin isnadına, yəni ravi zincirinə nəzər salmalıyıq. Hədisi Təbərani rivayət edib, bəli, Kəbirdə və həmçinin İbn Əbi Asim Sünəndə rivayət edib. Muhammed İbn Fuleyh İbn Süleymanın yolu ilə gətirirlər bu hədisi. O da atasından, o da Səid ibn Əl-Harisdən və o da Ubeyd ibn Hüneyndən. Deyir ki, mən oturmuşdum və Qatada ibn Nu'man gəldi və sonra bu hədisi danışır. Və mənə dedi ki, və dalınca bu hədis zikr olunur. Gəlin indi baxaq. Yəni, Ubeyd ibn Hüneyn Qətədədən hədis eşidibmi ümumiyyətlə? Hədis rəvayət edibmi? Burada isnadda zikr olunan odur ki, Ubeyd ibn Hüneyn Qətədə ibn Nu'mandan hədis rəvayət edir. Qətədə hicrətin 23-cü ilində vəfat edib. Ubeyd ibn Hüneyn isə hicrətin 30-cu ilində yəni anadan olub. Yəni bu necə ola bilər ki, yəni aralarında gör nə qədər fərq var. 23-cü ildə biri vəfat edir, digəri 30-cu ildə də doğulub. Deməli bunlar bir-birini görməyiblər. Yəni Qətədə Ömər radiyallahu anh onun xilafəti zamanı vəfat edib və Ömər hətta ona cənazə qılıb. Ubeyd isə yəni 105-ci ildə vəfat edib, 75 yaşında. Yəni bunu Vaqidi rivayət edir və həmçinin İbn Kəsir və digərləri. Yəni bu ravilər bir-birlərini görməyiblər. Deməli sənəddə inqita var, yəni qırıqlıq. Artıq bir hədisin sənədində, isnadında yəni qırıqlıq varsa, deməli bu hədis səhih ola bilməz. Və həmçinin bu hədislə bağlı hətta Əbu Ya'la deyirsə də ki, rical, yəni kişilər rivayət edən bu hədisi ravilər, siqadlar hamısı mötəbər ravidir. Yəni bu o demək deyil ki, ravilər mötəbər oldusa qurtardı. Hədis səhihdir. Hədisin səhih olması üçün şərtlər var. O şərtlərdən biri də sənədin muttasil olması, yəni bitişik olmasıdır. Sənəddə qırıqlıq olmalı deyil. İsnadda, ravi zincirlərində qırıqlıq olmalı deyil. Qırıqlıq olsa artıq bu hədis nədir? Səhih ola bilməz. Və həmçinin alimlər, əhlüsünnə alimləri bu hədis haqqında görün nə deyirlər. Misal olaraq gəlin Beyhəqini götürək. Beyhəqi bu hədis haqqında deyir ki, münkər hədisdir. Yəni hədis münkərdir. Və həmçinin İbn Kəsir rahmehullah deyir, isnadı qəribdir, ciddən, qarib ciddən, yəni çox qərib hədisdir. O fihi nəkara şədidə, yəni münkər, nəkara var, münkər var hədisdə. Və deyir, ola bilər ki, bu hədis İsrailiyyətdən eşidilir. İsrailiyyətdən eşidilib və bu cür rəvayət edib və zənn ediblər ki, Peyğəmbər sallallahu aleyhi ve sellem sözüdür. Və həmçinin Şeyx Albani bu hədis haqqında deyir ki, isnadı zəifdir, mətni isə münkərdir. Və sanki bu Yahudilərin bir uydurmasıdır. Ona görə bu hədis haqqında çox danışmaq olar. Bu hədisin hökmü haqqında məncə bu qədər kifayət eləyər.